Təsəvvür elə PlayStation 4 və yaxud da 5 istifadəçisən və bu PlayStation 4-ü, 5-i dünyanın harasına istəyirsənsə telefon vasitəsilə apara bilərsən. Məsələ nədir dostlar? Deməli, telefonda bir proqram var. O proqramı görsət. Yəni PlayStation-ı özünüzlə daşımağa ehtiyac yoxdur. Sadəcə olaraq bu proqramı yazırsınız. PS Ramote yazıb. Ramote Play. Deməli bu proqram Remote Play. İndi orada yazılan deyirəm ki, hərf. Bu proqramı yazdıqdan sonra Play Marketdə yoxdur, indidən deyim. Mən onun APK-sını yüklədim, dünən Chrome-dan yüklədim. Yəni vurursan gəlir, APK-sı doludur, internetdə doludur. Yükləyirsən və rəsmi hesabın olmalıdır. Network hesabın olmalıdır. PlayStation Store hesabın olmalıdır ki, bunların bir-birlərini bağlayasan bir-birinə. Həmin bu proqram vasitəsilə distansiyonlu formada bağlayırsan və PlayStation-da qoşursan, internetdə qalır. Dünyanın harasında olursan ol, işdə, gücdə, gəzməkdə, nə bilim hər bir yerdə də qoşdun telefonu, həmin proqrama girirsən, birbaşa qoşulur sənin PlayStation-ı. Menüsünü görsəd Azər. Bu bizim PlayStation-dir. Yəni indi durum bu telefonu aparım, nə bilim, başqa bir rayona, başqa bir, yəni PlayStation-dan uzaq bir yerə də sadəcə olaraq Wi-Fi vasitəsilə qoşulur. Ayrı-ayrı Wi-Fi-larda da olsa olar. Heç bir fərqi yoxdur. İstəyirsən 4-ün pultun qoş 5-ə, istəyirsən elə 5-in öz pultun qoş, fərq eləmir. İkisi də eyni şeydir. Qoşandan sonra PlayStation 5 olur sənin ovucunun içərisində. Yəni bir bu boyda misal üçün PlayStation-ı özünlə daşımağa ehtiyac yoxdur. İstər 4 olsun, istər 5 olsun, fərqi yoxdur. Sadəcə olaraq uzaqdan qoşulursan, yenə də deyirəm, dünyanın harasında olursan ol, fərq eləmir. Qoşursan, bu formada da rahat oynayırsan. İnternet sürəti burada böyrü oynayır. Bizdə bayaqları yuxarıdaydı PlayStation 5, düşürtdük aşağı. Amma bu o demək deyir ki, imenin ağzının içərisində olmalıdır. Yox, yuxarıda internet bizdə Wi-Fi aparatı yoxdur, burada sadəcə olaraq yaxşıdır. Yəni PlayStation 5 özü yaxşı internet götürsün, bunun üçün fərqi yoxdur. Qoşulacaq, rahat şəkildə də oynayasan. Çox super bir şeydir, bəyəndim həqiqətən də. Yəni bu portable kimi bir şey sayılır da, hə Azər? Uzaqdan idarə etmə. Çox maraqlı bir mövzudur. Qoşursan PlayStation, hətta PlayStation-ı uzaqdan belə söndürmək olur. Yəni deyəlim ki, evdə yoxsan, PlayStation-ı qoşulu qoyub gedimsən. Hətta uzaqdan belə söndürmək olur və yandırmaq da olur.